Getdik. Deməli, limit izahını verəcəm. Limit. Ümumiyyətlə, Çiçək, limit haqqında nə məlumatımız var qızım? Nə deyə bilərsən mənə? Eşidirsən mənə? Eşidirəm, amma tərif kimi Qulaq demək. as. Heç səsə tərif lazım deyil. Bizə nə lazımdır? Bizə imtahandan keçmək lazımdır. Yəni sənə hansı tip suallar lazım olacaq, onların həllini bilmək lazımdır. Yəni bunu köhnə izah atmışdım. Orada biraz daha geniş izah eləmişəm, amma o biraz sertifikasiya zəmini olduğuna görə, yəni mürəkkəbdir də, onu istəmirəm beyninizi yorasınız. İndi daha sadə formada deyəcəm. Tərifi falan qoyduğu bir kənara. Bizə hansı tip misallar lazım olacaq, gəl ona baxaq. Ümumiyyətlə, limiti biz iki qrupa bölə bilirik. Var ardıcıllığın limiti, var funksiyanın limiti. Birində limit sözün altında en yaxınlaşır, yəni ox işarəsi qoyur sonsuzluq. Birində isə yazır en yaxınlaşır, məsələn bir ədəd 3, 5, mənfi 7, nə bilim 15 hər nəysə. Bu sonsuzluqla verilən, yəni yazırsa ki bu limit en yaxınlaşır sonsuzluğa, bu ardıcıllığın limiti. Ardıcıllığın limitidir. Yox, limit məsələn en yaxınlaşır nəysə, mən bir a yazıram, a burada bir ədəddir. Bu nədir? Funksiyanın limiti. Bura qədər razısan məndən? İndi tərifi qoyaq bir kənara. Bizə əsas nə lazımdır? Misalları yazmaq, düzdür? İndi gəl görək misalları necə yazacaq. Ardıcıllığın limitini həll eləyəndə qısa və konkret bir dənə qaydası var. Bir dənə qayda ilə həll edilsin. Ardıcıllığın limit həll eləyəndə, yəni sonsuzluqla verilən limitləri həll etdikdə, verilən tənlik nədirsə, o tənlikdə dərəcəsi ən böyük olan ifadəyə böləcəksən hər tərəfi. Məsələn, yazsa ki, limit, məsələn, en yaxınlaşır sonsuzluğa, ürəyin istədiyi bir dənə tənlik götürürsən. Məsələn, n-in kubu, 3n-in kubu, üstə gəl. 5n kvadratı plus 17. Məsələn. İndi bunu həll eləmək lazımdır. Çiçək, burada dərəcəsi ən böyük olan neçədir? N-in kubu. Ay, sağ ol. Deməli, hər tərəfi neyini edəcəm mən? N kubuna böləcəm. Olacaq 3. Üstə gələnsin 5 bölünsün n plus 17 bölünsün n-in kubuna. Düzdür? N-i yerinə qiymət qoysam Çiçək, məsələn burada bizim. 1 qoyanda 1-də 5, 2 qoyanda 2-də 5, 3 qoyanda 3-də 5, 4 qoyanda 4-də 5, 5-də 5, 6-da 5, 7-də 5, 8-də 5. Bu ədəd getdikcə neyniyir? Böyüyür. Böyüyür, yoxsa kiçilir? Məxrəcəsi Məxrəc bölücü ifadə özü kiçilir. Deməli, kiçilə getdiyinə görə nə olacaq? Sıfıra yaxınlaşacaq. Всё. Kəsir qalanlara sən birbaşa 0 deyirsən, yerdə nə qaldı? Aydındır? Bəli. Qaydamız nədir? Ardıcıllığın limitini həll etdikdə verilən ifadə nədirsə baxırsan. Dərəcəsi ən böyüyəni böləcəksən. Oldu? Bəli. Bir başqasını yazaq məsələn. Tutalım. Yazıram belə bir misal. Limit x yaxınlaşır sonsuzluğa. Sürətdə yazıram. Məsələn kəsrini yazdığında 2x kvadrat üstə gəlsin 3x plus 12. Aşağıda yazıram 3x'in kvadratı plus 5x. Bunu həll etmək lazımdır. Dərəcə ən böyük neçədir burada? Burada x-in kvadratdır. Bəli. Limit x yaxınlaşır sonsuzluğa. Hər tərəfi x kvadratına böləndə 2. Üstə gəl x bölü x, x-lə gedəndə plus 12 bölü x kvadratı. Aşağıda 3. Üstə gəl 5 bölü x. Dedik kəsr olanlara 0 kimi baxırsın. 0, 0, 0. Bir dəqiqə 3-də 2. Oldu? Bəli. Problem yoxdur ki burada? Yox, mənim yoxdur. 100%. Bəli. Əla. Sonra gəldi indi nəyə? Bu nədir? Bu ardıcıllığın limitidir. Düzdür? İndi gəldi funksiyanın limitinə. Funksiyanın limiti nədir? Funksiyanın limitinə bir rəqəm verəcək. Məsələn, tutaq ki, limit x yaxınlaşır 3-ə, x kvadratı üstə gəlsin 5x. Deyir, bunu həll edin. Bura 1 yazaq. Deyəcəm, görə yazdım. Bu cür suallarda Çiçək. X-in yerinə nə qoyacaqsan? Verilən ifadə nədirsə onu. Cavab nə olacaq? 9 üstə gəl 15, 24. 24. Okey, əla. Bir ikinci mərhələ, başqa bir misal yazıram. Limit x yaxınlaşır 4-ə. Sürətdə yazıram x-in kvadratı
çıx 16, aşağıda yazıram 2 çıx 4. Bunun cavabı nə olacaq? Sürəti qruplara ayıranda x çıx 4 dərəcədir. X üstə gəl 4-də, 4 üstə gəl 4, 8. Bəli. Niyə görə vurğulara ayırdın? Çünki 4-ü məxrəcə qoyanda Çünki 0 olur. mücət 0 olurdu. Bəli. Deməli, Bəli. məxrəc 0 olmasında nə etmək lazımdır? İxtisar Vurğular aparmaq alayım. lazımdır. Yuxarını bəli, sən bunu yazsan, x üstə gəl 4, 2 çıx 4. Bu 2 çıx 4-dən gedəcək. Yerdə nə qalacaq? Limit x yaxınlaşır 4-ə, x üstə gəl 4. Yerinə qoysan 4-ün üstə 4 neçə eləyəcək? 8. Düzdür? Bəli. Okey. Tamam. İndi başqa bir misal yazıram. Yazıram limit x yaxınlaşır məsələn 5-ə. Məxrəcdə 2 çıx 5 yazıram. Sürəti x kvadrat plus 7x çıx 4. Bunu həll elə görüm. Bunu necə eləyəcəksən bəs? İndi burada ixtisar gedirmi? Onda yenə sürəti qruplara ayırmaq İndi lazımdır. vuruqlara apar. Necə ayıracaqsan? Dəqiq. Lap belə sənin xatirinə o 4-ü oradan silirəm. Elə bir ədəd yazıram. Nə bilim, bir daha rahat olsun sənin üçün. Yəni lap vuruqlara ayırmaq üçün tələsmə. Məsələn, tutaq ki plus 7x cəmi 7 plus 12 yazıram. Cəmi mənfi 7, hasili də müsbət 12 olan ədədlər 3-dən 4, düzdür? Oldu 2 çıx 3, 2 çıx 4. Nə verəcəksən? Yenə də məxrəc qaldı yerində. Bəs nə edəcəyik biz burada? Bu sualda ən vacib qayda, buna lobdallama deyirlər, törəməsini tapacaqsan. 2x üstə gəl Bəli. 7. Olacaq limit x yaxınlaşır 5-ə. Ayrı-ayrı törəməni tapacaqsan. Məxrəcin törəməsi eləyəcək 1 çıx 0 1. Sürətdə də 2x üstə gəl 7. Qoy yerinə 2 5-in 10 üstə gəl 7 cavab oldu neçə? 17. Oldu çiçək. 6. Deməli, funksiyanın limitini həll eləyəndə necə həll eləyirik biz? Əgər xüsusi bir problem yoxdursa, yəni ifadəni yerinə qoyanda hər hansı bir qeyri-qanuni nəsə yaranmırsa, məsələn, kök altının mənfi olması, məxrəcin 0 olması və s. Bu cür hər hansı problem yaranmırsa, yerinə qoyursan alınan cavab nədirsə o. Yox. Görsən ki, dediyimiz xüsusi problemlər yaranırsa, məxrəc 0 və yaxud da ola bilər, kök mənfi ola bilər. Bu kimi hallar olursa, nə etmək lazımdır? İxtisar gedirsə ixtisar aparırsan, getmirsə Yoxsa olmasın. törəməsi Ayrı-ayrı. qoyursan. İndi birdən deyərsən, ay müəllim, mən ixtisar gedir. Amma ixtisar getmə yadıma düşmədi. Törəməsini tapa bilərəm. Bəli, tapa bilərsən, fərqi yoxdur. Törəməni məsələn ikinci var ha. İkincidə ixtisar aparmasan, törəməni tapıb yerinə qoy, yenə eyni şey olacaq. Bildin? X kvadrat 16-nın törəməsi nədir? X kvadrat 2x-dir, 16 0. 2-ni 4-ə vuranda 8 yenə eyni şey olacaq, deyil mi? Bəli. Aydındır? Bəli. Acılı limitdə bu qədər. Başqa heç nə yoxdur. Oldu mu çiçək? 6. Əla. Sonra. Bu belə. Bir də 1-2 dənə əlavə köməkçi düsturlarımız var bizim. Gəl onları sən üçün yazacağam. Deməli. Bax. Limit. Görsən ki, yazılıb x yaxınlaşır 0-a. Məsələn, verə bilər sinus ax bölünsün məsələn bx-ə. Bunun qiyməti avtomatik nəyə bərabərdir? Çiçək, a bölünsün b. Oldu mu? İndi mən kosinusu tangensi də yazmadım. Onlarda deyim. Gəl, lap yazacağım. Ya da elə sözlə qabağı yazıram. Kosinusda da, tangensdə də, kotangensdə də eynisi. Oldu çiçək? Yəni sinusun yerində kosinusda görsən, yazılsa ki, limit x yaxınlaşır 0-a, kosinus ax böl bx-ə bərabərdir a böl b-yə. Tangens ax bölünsün bx bərabərdir a böl b-yə, kotangensdə də eynisi. Oldu mu? Məsələn, tutaq ki, görsən yazılıb limit x yaxınlaşır 0-a, sürətdə tangens 5x bölünsün 3x-a bərabərdir nə? Avtomatik. 5 bölü 3. Tutaq ki, görsən yazılıb limit x yaxınlaşır 0-a, sinus mənfi 3x böl 7x-a cavab nəyə bərabərdir?
-7 3-ə. Bəli, -7 üçün. Amma görsən ki, yazılıb limit x yaxınlaşır 0-a. Kosinus -2x bölünsün 5x. Bu nəyə bərabərdir? Elə 5-də 2. Niyə görə kosinus cüt funksiyaydı? Buna da nəzər yetirmək lazımdır. Oldu? Bəli. Problem yoxdur ki? Yox, mən. 100%. Bəli. Əla. Sonra əlavə 2 dənə düsturumuz var. Onu da deyirəm. Limitlə işimiz bitir. Belə bir şey görəcəksən sən. Yazılacaq limit x yaxınlaşır sonsuzluğa. X yaxınlaşır sonsuzluğa. Bir üstə gəlinsin. Bir üstə gəlinsin. A bölünsün x üstündə x. Bu avtomatik bərabər y üstündə a-ya. Oldu mu? Məsələn, görsən yazılıb limit x yaxınlaşır sonsuzluğa. 1 üstə gəlinsin 8 böl x-in üstündə x nəyə bərabərdir çiçək? Y üstündə 8. Birdən çiçək məsələn burada çıxma olsaydı y üstü -8 götürəcəkdir. Oldu? Bəli. Problem yoxdur ki? Yox. 100%. Əla. Bir də bunu belə də verə bilər ha. Funksiyanın limiti kimi də verə bilər. X yaxınlaşır 0-a. İçərisində 1 üstə gəlsin ax yazar. Yuxarıda 1 bölü x yazar. Eyni şeydir. Bu x yaxınlaşır 0 verəndə 1 bölü x yuxarıda olacaq. Sonsuzluq verəndə 1 bölü x aşağıda olacaq elə bil. Bildin? Deməli, bu da elə bərabərdir nəyə? Eyni şeydir. Y üstündə a-ya. 5 a-nın yeri 5 olsa y üstü 5. -3 olsa y üstü -3 və s. Oldu? Oldu mu? 100%. Bəli. Sonra bir də çiçək yadında saxla. Limitin cəmləri, fərqləri elə ayrı-ayrı limitlər, fərqli limitlər cəminə bərabər olacaq. Yaxşı mı? Məsələn, sən görsən limit, məsələn, nə yazaq? X yaxınlaşır, tutaq ki, 3-ə, belə bir şey. İndi özümdən nə yazaq burada? Məsələn, tələsmə kitabdan onu tapa biləcəm. Misalın özünü tapa bilmədim. Məsələn, belə yazıram da fx, yx kimi. Fx üstə gəlsin yx qayda olaraq. Bu bərabər 3-ü də silirəm buradan a yazarlar. Bərabər olacaq çiçək. Limit x yaxınlaşır a-ya fx üstə gəl limit x yaxınlaşır a-ya yx. Limitlər cəmi və yaxud da limitlər fərqi ayrı-ayrı fərqin limiti və yaxud da ki, fərqin cəminə bərabər olacaq. Oldu mu? Oldu mu? Buradan da bu qədər. Başqa qaranlıq qalan nəysə var? Yox, mən. Hər şey aydındır da? Bəli.